Hər il olduğu kimi bu il də Kaspi Kids təcrübə proqramına gənc mütəxəssisləri cəlb etmişdi və bizim üçün çox xoşdur ki, bu il biz Bakı Slavyan Universiteti ilə əməkdaşlıq edirik və bu gün bu zalda toplaşmağımızın səbəbi odur ki, artıq fevraldan başlayan təcrübə proqramımızın ortalarıdır və biz təcrübəçilərimizlə görüşməyə qərar aldıq ki, onların arzularını, istəklərini nəzərə alaq, işləri necə gedir, bizdən necə ilhamlanırlar, necə enerji götürürlər bizim filiallarımızdan. Bu kimi sualları onlara verib, onlardan cavab almaq və həm də ki, təcrübə boyu onların fəaliyyətlərini nəzərə almaq, nəzarətdə saxlamaq və inşallah ki, may ayında bu təcrübə proqramı bitəcək və biz necə ki, görürük ki, çox potensiallı, həvəsli təcrübəçilərimiz var. İnşallah bu proqram uğurla başa çatacaq. Mən Kaspi Kids uşaq bağçası Ağşəhər filialında təcrübəçi kimi fəaliyyətə başlamışam və artıq 2 aydır ki, orada təcrübəçi kimi fəaliyyət göstərirəm. Burada olan dərs prosesi ilə bağlı yaxından tanış olmuşam. Burada tədris materialları ilə bərabər həmçinin müxtəlif əyləncəli oyunlardan da istifadə olunur və düşünürəm ki, gələcək karyeramın içində Kaspi Kids uşaq bağçasında təcrübəçi kimi fəaliyyət göstərməyi mənim üçün uğurlu olacaq. Mən Kaspi Kids uşaq bağçasında təcrübəçi kimi fəaliyyət göstərirəm. 2 ay göstərdiyim təcrübə fəaliyyətində yeni dərs prosesi ilə tanış olmuşam və buradakı fəaliyyət mənim gələcək karyeramda da uğurlar əldə edəcəyimə bir göstəricidir. Nə yaxşı ki, buradayam. Bütün rəhbərliyə də təşəkkür edirəm. Mən Həsənzadə Lamiyə, Bakı Slavyan Universitetinin 4-cü kurs tələbəsiyəm. Təcrübə olaraq mən Kaspi Kids uşaq bağçasında fəaliyyət göstərirəm. Uşaq bağçasında olan səmimi ortam, ab-hava, uşaqlarla müəllimlər arasında olan dialoqlar, ümumiyyətlə dərs prosesi o qədər çox mənim xoşuma gəlir ki, və mən hər gün, hər bağçaya gəldiyimdə nə yaxşı ki, bu bağçada təcrübəçi olaraq fəaliyyət göstərirəm, qənaətinə gəlirəm. Bunun üçün bağçanın bütün kollektivinə dərin təşəkkürlüyümü bildirirəm. Меня зовут Мустафа Фидан, я студентка Бакинского славянского университета, учусь на 4-м курсе и продолжаю свою практику в детском садике Kaspi Kids. Я благодарю своих воспитателей, педагогов за богатый опыт, который они мне передали за такой кратчайший срок, а также отдельная благодарность детскому садику Kaspi Kids и руководству.